Onlar reis duraklat. Onları reis durakladı. Yasya Yasya. Gel bize tütteşe. Ay sen de bu boydular kızım. Bile baba bu var ya bu susturak. Akşına salam akşam xeyir nə dersin? Yaxşı olasın. Katsxey brat. Kateşey brat. Kateşey ne demek? Nəsə baxaq. Axırda yorum eləyərəm mən. Sizcə bu sadəcə bir əyləncədir, yoxsa cəmiyyətimizin yavaş-yavaş sürdüyü rəqəmsal bir Чмущики bataqlıq, фырф hər и gün краткая qarşımıza щай. çıxan o keşfet Бля, на русском пишешь, что ли? Fırf Что ты пишешь? gırsınıyor. И fırf Özbəkcə danışsan, brat. Videonu arxaya çək, başa Videonu Düşəsən. arkaya sek başa düşəsən. Kaçı. süt eşək. Ispa çiftleşmesi istiyor aksi. Gel bize tütteşe. Ay bile süt eşək. He. Başa düşdü. DDD. Action bu kanala follow eləməyi unutmayın. Bizim yeni izləyicimiz və maraqlı bir YouTube kanalıdır. Rəqəmsal bir bataqlıq. Qəşəng mövzulara hər gün toxunur. qarşınıza çıxan o keşfet əslində sizin vaxtınızı yox, şuurunuzu oğurlamaq. Sigaretim Salam qutardı. dostlar olay var. 5 manat göndərin də sigaret alım da. TikTok'takiler var TikTok söhbətinə. Salam kendine müziyen. Hər həz 1 manat. Hər həz 1 manatdan atışım bir dənə şeyliyin də, mən bir dənə sigaret alım da. Donat. Bıraxot yox deyə var yox. Hayır nədir? Ünləm hayır yazasan Ne çıxacaq. doğru bu mert. Düz yazmışdın da slash nə yox, ünləm hayırdır. Donate $5. Donat 5 dolar yox. Bir dolar istəmirəm, sağ olun. Naša donata lirli. Necə donat eləyirlər? Ünləm donat yaz. Balam David's Piska. Balam David Pişka. Ay. Dün görürüm mən niyə işləmədi bu doğrudan? Vay, ala vay. Hayır. Vay. Ala vay. Ein 1000 yen donate. Ama yazma şımırtdaşıram məzələnirsiz. Osamid Miraklity. Bilmem hayır iddiası. Ha. Düz ünlem hayırdı. Yazma Bir de aksın yoklayın. yazma gozda linki ekleyeyim sonra LDST. Ay ne değilsen orada. Ayda 17 bilmir örmel. İşişli metrosundan biraz aşağıda David Spişka var. Poddelka donut satırlar 20-25 şipik olandan da adlı olur. Özüme de maraqlıdır. Brat donat şeydən olur bir de ya kendini şeydən müzayyen. olur Ha, ha, ha. Описание bir de buy no game'e bas buradan donat eləyə bilərsən. Donat buradan olur. TL-nin. Buy no game ona göre var da şeyde diye burada. Sakart Kemazani. Bak.
Keçmisən, siqaretə keçmisən. Neyniyim? İşsizlik buna vadar gətirib çıxardır. Nağaraq. Görüm Aysu nə yazıb orada böyük. Ayda o nədir? Bilmir. Ölərəm elə. Electron Seya Noldu. Şəhər metrosuna biraz aşağıda David Spişka var. Padelka donut satırlar 20-25 qəpik. Bide Olanda CBD. dadlı olur. Bide Terex. Lucy Valley Cordium Honey. Lucy ballı çörəyin. Mən oralarda gəzir özü üçün. Nə var idi məndə? Nə var idi o zafası məndə ünləmlərdə? Bir yeri getdən hə? Prezenti məsəl üçün. Ay nə oldu bunlara? Hər nəysə. Şöyle başım bırakın. Ne mövzumuz var? Baxım gəl buna baxaq. Bugün bu pərdəni biz qaldırırıq. TikTok, Azərbaycanın o heç kimin danışmaq Totosan istəmədiyi amma Yarım hamının QAC izlədiyi Guitar qaranlıq Test. üzünə Totosunu yeyərəm. Qaç gətir tez. Lucy! Lucy! səyahət edəcəyik. Xoş gəlmisiniz. Bura reallığın bitdiyi yerdir. Gəlin səmimi olaq. Telefonu əlimizə alırıq. Məqsədimiz bəlkə də 5 dəqiqə başımızı qatmaqdır. Amma bir də ayılırıq ki, artıq gecə olub və biz tanımadığımız, İrəndim. bəlkə də həyatda heç vaxt salam verməyəcəyimiz insanların canlı yayımda bir-birini təhqir etməsinə baxırıq. Ay bile bunu görmüştüm. Ne iğrençtiler ne iğrençtiler. Ya da yeniyim biraz düşünüm yemmesin çünkü gözümün ve burnumun önün diviyatlı kakaşı glir ama yen Azərbaycan DGT. TikTok segmenti. Bu ifadəni eşidəndə ağlınıza ilk nə gəlir? Elm, təhsil, incəsənət, təəssüf ki, Melon yox. Dixon D. Bunun Ashes ağlına ilk Basket. gələn Yox, şey təbii ki. dilənçilik və mənəviyyatsızlıqdır. Amma bu videoda məqsədim kimisə linç etmək deyil. Məqsədim bu fenomenlərin niyə bu qədər məşhurlaşdığını və bizim bəli, məhz sizin və mənim niyə onları izlədiyimizi anlamaqdır. Bugün Azərbaycanın ən sevilməyən, tənqid olunan, amma topda qalan TikTok tiplərini analiz edəcəyik. TikTok qəhrəmanları. TikTok Gəlin qəhbələri. Azərbaycan TikTokunun qaranlıq ulduzlarını qruplaşdıraq. Onlar sevilmir, döyülür. Bu amma söz hamı onları ha bir de vagi zəhmət olmasa sönüşlərimi şeylə bulurlar. Düt müt koyur. tanıyır və izləyir. Rəqəmsal dilənçilər. YouTube'dur da en azından. Yana yapmazam, ben atmazam. Qallı kişilər və ya gənc qadınlar ekran qarşısında oturub heç bir məzmun yaratmadan sadəcə qışqırırlar. Dəstək puzzle. olaq, vur, bir dənə şir gəlsə filan şey eləyəcəm. Amma bu Yo. insanlar əmək sərf eləmədən sadəcə insanların emosiyaları ilə oynayaraq pul qazanırlar. Çünki səhər saat 7-də oyanıb, tıxacda qalıb, bütün günü fiziki və ya zehni əziyyət çəkən insanlar Hemen görür. admin Bu adam kader ekranda yalan. meymunluq eləyərək bu pulu 1 saata qazanır. Bu ədalət hissini Yayıncılar belə absurd olur. dramalar, məntiqsiz Sana admin kasa. TikTok yayıncıları belə olur. Oyun oynamayan yayıncılar belə olur. Xahiş edirəm. Buna diqqət eləyək də. Banan yeyən dostumuz. Gəldilər, botlar gəldi, botlar gəldi, botlar. Pardon. You have been blocked, you are unable at access. Zor da yəni. Mən You onu are elə belə unable to boşuna access qoymuşam yəni. Vizion POS.com. Bot değilmiş TR. ki. Ali Fatih, hoş geldin kardeş. mənasız hərəkətlərlə Bot gündəmə değilmiş. gəlir. Pek sattığıyla hepsine dön. Ben oldum. Çek diyor, işte hambu İslam'da, hambu İslam'da yer yapabilmiyorlar ki çıksınlar bir yere. Buna göre sene donata Onların gel. qabiliyyəti yox. Yer tapabilmirlər şey. Sıkışsınlar bir yere, sıkışsınlar. Gerizekalı. Buna görə sənə donat gəlmir. Ha kef elə gəlmirsə lap yaxşı. Dəyişəcəm donat Video şeyimi. yazacaqsın. Donat alırsa kəsəcəm. Səsi yoxdur, yumoru yoxdur. Sadəcə qəribə hərəkətlər eləyərək diqqət çəkirlər. İnsanlar Düzdür. onlara utanc verici hissi yaşamaq üçün baxır. Biz onlara baxıb gülürük, amma əslində onlar bizə gülür. Çünki baxış sayı bərabərdir pul. 3. Ailə dəyərlərini satanlar. Ən təhlükəli qrup. Canlı yayında ən ağır, ən tərbiyəsiz söyüşləri söyləyənlər. Ana bacı müqəddəs deyərlər, amma bu onlar üçün heç nədir. Təəssüf ki, Azərbaycan segmentində ən çox izləyici yığanlar da elə onlardır. İzləyicilər
şərhlərdə Gosquian, onları tənqid MB, edir, amma El yazdığınız Jeremy, hər Paralel, mənfi rəy Betty. belə onları keşfətə salır. Keçək 4-cü hissəyə. Bu insanlar niyə sevinmirlər? Yaxşı, bəs bu insanlara qarşı olan ümumi nifrətin kökündə nə dayanır? Araşdırmalarım zamanı yüzlərlə şərh oxudum və əsas iradları sizin üçün topladım. 1. Asan qazanc təbliğatı. Gənclərimiz bu videoları izləyir və düşünür. Oxumağa nə ehtiyac var? Gedib TikToka girib 2 dəfə təlxəli eləyib bahalı maşın sürəcəm. Bu təhsili və zəhməti gözdən salır. 2. Milli mənəvi dəyərlərin təhqiri. Azərbaycan cəmiyyəti ailəyə, böyüyə, hörmətə önəm verir. Amma TikTokda ən çox izlənən fenomenlər canlı yayında bir-birinin ən məhrəm məsələlərini ortaya dökür. Bu mədəni mentalitetimizi pozur və ölkənin imicinə ağır bir zərbədir. Aqressiya və zorakılıq. O sevilməyən fenomenlərin hamısı aqressivdir. Qışqırırlar, hədə-qorxu gəlirlər. Bu aqressiya ekrandan sızıb evlərimizə, məktəblərimizə dolur. Məktəblilər arasında artan bullyingin bir səbəbi də elə bu TikTok qəhrəmanlarıdır. 4-cü hissə. Psixologiya. Bəs biz bunlara niyə baxırıq? İndi gəlin iynəni özümüzə batıraq. Əgər bu adamlar bu qədər sevilmirsə, bəs necə olur ki, canlı yayımlarında 5000, 10000 adam olur? Onları məşhur edən kimdir? Biz. Biz bir şeyə nifrət etsək də Dua ona Blas baxmaqdan izleyici, özümüzü Birgedip saxlaya salam bilmirik. dostlar. Niyə? Çünki o insanların Yeni gələnlər səviyyəsini görəndə salam, özümüzü axşamınız xeyir. onlardan daha ağıllı və səviyyəli hiss edirik. Chatlə Beynimiz danışın deyir, "Bax, uşaqlar." Sən belə deyilsən, şükürlər olsun. Bu da bizim egomuza sığal çəkir. TikTok alqoritmi sizi daim gərginlikdə saxlayır. O davalar, o qışqırıqlar beyninizdə Salam. həyəcan siqnalları yaradır. Siz nəticəni görmək Salam, üçün dostlar. sonuna qədər izləyirsiniz. Dostlar. Sevilməyən fenomenlər bunu çox yaxşı bilirlər. Onlar bilərəkdən sizi qıcıqlandırır. Sizin Təbii yazdığınız ki. hər mənfi rəy onların cibinə girən pul deməkdir. Təbii Onlar ki. ləyaqətini satıblar. Bəli. Bəs Bəli. biz də vaxtımızı onlara satırıq. Həll yolu və sonluq. Bəs çarə nədir? Valid TikToku age. bağlamaq. Təbii ki də xeyr. Qadağalar həmişə marağı daha Niyə da bağlayasan artırır. Çarə sadəcə ignor etmək məsələsidir. Salam Leyla, Siz nə o tərsən axşam? bəyənmədiyiniz Xoş insanı gəldin. Paylaşanda dostunuza göndərib buna bax nə gündədir deyəndə əslində onu reklam eləyirsiniz. Bəli. Algoritm sizin nifrətinizi anlamır. O sadəcə aktivliyi görür. Əgər Azərbaycan gəncliyini, gələcəyimizi düşünürüksə, gəlin keyfiyyətli məzmuna dəstək olaq. Tarixdən, elmdən, Leyla texnologiyadan, hətta Əsalan. sağlam Müyüqüyə məsəl üçün gənclərimiz dəstək də olaq. var. Follow eləyək, like Amma eləyək. Onlar trend olmur. Çünki onlara dəstək olmur. Belə Gəlin videolara bir qərar verək. Deyəcəm, Döyüş az deyənə, qal. Dilənçilik eləyənə, mənəviyyatı aşağı salana stop deyək. Onları izləməyək, şikayət eləyək və keçək. Unutmayın, tələb olmazsa təklif də olmaz. O təlxəylərin səhnəsi bizim telefonumuzdadır. Biz ekranı söndürsək, onların Yəni. şousu bitəcək. Siz bu barədə nə Miyoko. düşünürsünüz? Azərbaycan TikTokunda sizi ən çox narahat eləyən nədir? Hansı davranışları görmək istəməzsiniz? Şərhlərdə Salam, mütləq salam. yazın, müzakirə edək. Videonu bəyəndinizsə kanala abunə olun ki, növbəti araşdırmalarımı qaçırmayasınız. Mən Myugo. Hələlik. Çox qəşəng mövzulara toxunur. Ləzzət eləyir mənə Allah haqq. Bax əlinə sağlıq. TikTokla bağlı bir şey deyəcəm. Mənim alqoritmimdə məsəl üçün girək bir dəqiqə TikTokuma.